Sosial cəhətdən həssas qrupların məşğulluğunu artırmaq məqsədi ilə yeni pilot layihəyə start verilib. Dövlət Məşğulluq Agentliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən təşəbbüs təkcə iş yerləri yaratmaqla kifayətlənmir, həm də kiçik bizneslərin inkişafını da hədəfləyir. İşsiz və ya iş axtaran şəxslərin istehsal və xidmət sahələri üzrə məşğulluq imkanlarını genişləndirir. Bununla yanaşı özünə məşğulluq proqramı çərçivəsində fəaliyyətə başlayan şəxslərin bizneslərini böyütmələrinə də dəstək göstərilməsi nəzərdə tutulur. Bəs layihəyə kimlər müraciət edə bilər və müraciət üçün hansı meyarlar əsas götürüləcək? Özünü məşğulluq proqramı çərçivəsində qurduğu təsərrüfatı son 1 il ərzində aktiv saxlayan, yəni ki, fəaliyyətdə olan və eyni zamanda müraciət tarixini Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan özünü məşğulluq proqramı iştirakçıları, məşğulluğa dəstək layihəsi iştirakçıları bu layihəyə müraciət edə bilərlər. Qeyd edilən bu meyarlara cavab verən 50 benefisiar seçiləcək və onların layihə çərçivəsində işə götürdükləri işçilərin əmək haqqı və ona bağlı olan icbari ödənişlər ilk 3 ayda müvafiq olaraq 100% tam şəkildə, növbəti 3 ayda isə 50% məşğulluğa dəstək layihəsi tərəfindən qarşılanacaq. Layihə ilkin mərhələdə Bakı, Abşeron Xızı, Quba Xaçmaz və Lənkəran Astara iqtisadi rayonlarını əhatə edəcək. Yeni pilot layihə çərçivəsində yaradılacaq iş yerləri təkcə iş axtaran şəxslər üçün deyil, həm də sahibkarlar üçün faydalı olacaq. Azərbaycan Sahibkarlar Konfederasiyasından bildirilib ki, sosial cəhətdən həssas qrupların əmək bazarına cəlb olunması biznes sektorunda kadr çatışmazlığının aradan qaldırılmasına, eyni zamanda sahibkarların sosial məsuliyyətinin güclənməsinə xidmət edir. Biz çox istərdik ki, işə götürənlər təşkilatı olaraq ölkəmizdə olan bütün işə götürənlərin əksəriyyətində məhz fiziki qüsuru olan, əlilliyi olan insanların nəinki reabilitasiyası, onların məşğulluğunun tətbiq olunmasında da bunu özlərinin bir korporativ sosial məsuliyyətinə çevirsinlər. Burada əsas bizi gücləndirən məsələ bir qanunvericiliyin olması, real kvotaların olmasıdır. İkincisi isə maarifləndirmə istiqamətində addımların atılmasıdır. Son qeyd etdiyim ki, Azərbaycan ən böyük işə götürənlər konfederasiyası olaraq biz bu istiqamətdə yarmarkalar təşkil edirik. Sonuncu yarmarkamızda 20-dən çox şirkət iştirak etdi. Ümumilikdə 40-a yaxın vakansiyalar tətbiq olundu və təklif olundu və bu vakansiyalar əlilliyi olan şəxslərə təklif olunurdu. Qeyd edək ki, layihədə iştirak etmək istəyənlər üçün müraciət prosesi artıq başlayıb və son müraciət tarixi 24 oktyabr 2025-ci ildir. Əlavə məlumat almaq və qeydiyyatdan keçmək üçün vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və dost mərkəzlərinə müraciət edə bilərlər.